Müğənni Rəqsan İsmailova Farcı Xoşqədəm Hidayət qızının onun haqqında səsləndirdiyi fikirlərə cavab verib. İki Sahirin məlumatına görə Rəqsanın sosial şəbəkədə video paylaşaraq Xoşqədəmin ondan inciməsinə haqq verdiyini bildirib. Xoşqədəm xanımı valideynləri dünyasını dəyişəndə Azərbaycanda deyildim. Anam da xəstə idi deyə göndərə bilmədim. Amma bizim ortaq tanıdığımız bir xanım var. Ona dedim ki, Azərbaycana gələn kimi Xoşqədəmin yanına gedəcəyəm. Azərbaycana da qayıdan kimi başıma bəla gəldi və gedə bilmədim. Xoşqədəm xanımın sözlərində həqiqət var. Onun valideynlərinin yas mərasimində iştirak etməmişəm və qızım da getməyib. Düz danışan adamam. Xoşqədəm xanım da çox sağ olsun ki, reallığı deyil, normal münasibətimiz var. Atamı da onun verişində axtarmışdım. O da sağ olsun tapmışdı. Mən ondan incimişəmsə, onun da məndən inciməyə haqqı var. Həqiqəti boynuma alan adamım. İştirak eləməmişəm, düzdür. Qızım da getməyibdi, bu da düzdür. Mən iştirak eləməmişəm, amma çox sağ olsun ki, heç olmasa Xoşqədəm xanım reallığı deyir ki, normal münasibətimiz var. Bəli, atam onun verilişində axtarmışdım. O da sağ olsun tapmışdı. Mən Xoşqədəm